Tural bəy, bir çox çıxışlarımızda biz deyirik ki, beynəlxalq təhsil belə əhəmiyyətlidir, belə beynəlxalq təhsilə keçid etməliyik. Amma əminəm ki, bizim də təhsil sistemində doğru etdiklərimiz və üzərində qalmalı olduqlarımız və dəyişməməli olduqlarımız var. Bunlar nələrdir sizin perspektivdən baxdıqda? Məncə burada sırf akademik olaraq, tədris olaraq qlobal standartlar müqayisə olunmazdır və biz birmənalı şəkildə ora keçid eləməliyik. Amma təhsil yalnız proqramdan, elmdən, kitabdan, mövzudan, məsələdən, misaldan, hadisədən ibarət deyil. Təhsil kompleks bir yanaşmadır. Təbii ki, bizim də üstün olduğumuz xüsusiyyətlərimiz var. Hansı ki, Qərbdə və yaxud da Uzaq Şərqdə inkişaf eləmiş ölkələrdə müqayisədə bizim üstün xüsusiyyətlərimiz var. Və bu təhsilin kompleks yanaşması olan, tutaq ki, bizim müəllimlərimizin və şagirdlərimizin, məktəblərimizin daha disiplinli olması, məktəblərimizdə müəyyən dəyərlərin hakim olması, adət-ənənələrimizin, milli dəyərlərimizin məktəbdə qorunub saxlanması, bizim bayramlarımızın, xüsusi günlərimizin məktəbdə qeyd edilməsi, eyni zamanda ümumilikdə məktəb mühiti, uşaqların təlim-tərbiyə prosesi həqiqətən də Azərbaycandakı olan təhsil sistemi, baxmayaraq ki, məsələn, biz müqayisə edəndə, əvvəlki illərlə müqayisə edəndə, əvvəlki illər kimi deyil. Amma hal-hazırki vəziyyət belə, dünya ilə müqayisə eləsək, inkişaf eləmiş ölkələrlə müqayisə eləsək, Azərbaycan təhsil sistemi çox qabaqdadır. Hətta deyərdim ki, 30 il, 40 il qabaqdadır. Biz bunu qoruyub saxlasaq və eyni zamanda beynəlxalq kurikulumu, beynəlxalq proqramı bizim təhsil sistemimizi uyğunlaşdırsaq, bizim təhsil sistemimizi beynəlxalq proqrama uyğunlaşdırsaq, bizim öz müsbət xüsusiyyətlərimiz, eyni zamanda inkişaf eləmiş ölkələrin beynəlxalq təhsil proqramlarını ölkəmizdəki təhsil sisteminə inteqrasiya eləməyimizlə unikal və analoq olmayan möhtəşəm bir təhsil sistemi qura bilərik ki, hansı ki, o dünyada bəlkə də çalışarlar ki, artıq bizdən nələrsə götürsünlər.